Belə spoiler görmüşdünüz. Mən bilmirəm bu nə işə yarayır. Bir xəttdə düzülmüş 6 dənə silindiri var. Qorxuram ki, danışa-danışa bir də vaxt part. O qədər usta var motor yığanlar. Eyni tema. Bomba. Yəni downforce verir, upforce verir. Nə işə yarayır? Gördüğünüz kimi bu bizim ilk avtomobil haqqında məlumat videomuz ola bilərdi. Daha doğrusu ilk deyil, əvvəl çəkmişik. Lakin bu yeni sezonun ilklərindən ola bilərdi. Amma hal-hazırda 10-15 ilə gedirik, çünki təkərimiz deyəsən buraxdı. Gedirik vulkanizasiyaya. Görək, nəsə batıb, yoxsa prosto boşalıb. Maşın GT53-dür. 3 motordur. Hardasa 429 at gücü var avtomobildə. 0-100 təxminən indi yox. İndi yoxdur 0-100'ümüz. Amma təxminən 4 saniyə olmalıdır. Bunun bir də böyük qardaşı GT63 var. O vəhşi maraqlıdır. Onu təkəri buraxmır. GT63 mənə xoşuma gəlir. Yenə də ən sonunda fikirləşsək ki, GT63 yoxsa M8, yenə də M8 seçərəm. Çünki bu maşının arxa dizaynı xoşuma gəlmiş. Elə bil ki, biraz o Kitay maşınlarında olur. Bütün əziyyəti qoyurlar qabağa, ön dizaynını, hər şeyi super eləyirlər. Arxaya heç eləmirlər. Deyirlər ki, hər şey olsa da qabaqdan hamı görürdü. Arxadan kim deyil, gələ-gələ desin ki, bu maşının dizaynı yaxşı deyil. Ona görə mənim M8-in dizaynı xoşuma gəlir. Həm qabağı qəşəngdir, həm arxası qəşəngdir. Deməli, GT53 salonu bu formadadır, gördüyünüz kimi. Düzdür, hələ görmürsünüz, yəqin canlılar ora kadrlar əlavə eləyər. Material keyfiyyəti elə də super deyil. Yəni, bu illərdə Mercedeslərin material keyfiyyəti heç xoşuma gəlmir, köhnələrə baxanda. Yəni, 2010-un Mercedesləri daha qəşəng keyfiyyətdə idi. Hər yer doğrudan da dəri idi, hansı ki, bunu kimi ucuz dəri istifadə eləmirdi. Məsələn, M8 seçməyimdə əsas səbəblərdən biri də o da M8-də dəri keyfiyyəti çox yuxarıdır. Ümumiyyətlə, BMW-də son illər salon keyfiyyəti mənim fikrimdir bu şəxsi. Salon keyfiyyəti Mercedes-ə baxanda qat-qat yuxarıdır. Yəni, plasmasın materialı, dərinin materialı, nə bilmə, yeri gəlsə Alcantara'nın materialı daha yaxşıdır. Bütün maşınlara standart olaraq demək olar, bütün GT-lərdə standartda Burmeister səs sistemi var. Yəni, bunu, okey, bəlkə mənim məsəlcim səsə elə də həvəsim yoxdur. Bəlkə kimsə sevmir bunu. Qoyma da, bunu 2000 aşağı elə, 2000'ə adam geçsin, qəşəng disk təkər alsın. Yəni, məntiqli deyil sizcə də. BMW-də elə eləyir. BMW standart olaraq səs sistemi qoyur. Düzdür, M8-lər cızılıyor. Bu, məsəl üçün GT53-dür də, M8-lə eyni rəqib sayılacaq 63-dür. Bunu da qoymaya bilərdim Burmeister, sadə bir dənə səs sistemi qoyur. Harman Kardon qoyur. Yəni, o Harman Kardonu qoyub, bunu nappa eləyə bilərdim bu materialların hamısını. Yəni, belə yox. Dərisi də, adı oturacaqlarda da eyni dəridən istifadə edirlər bunlar. Nəysə, vulkanizasiyaya çatırıq. Görək təkərimizin vəziyyəti necədir? Məncə hal-hazırda yerdədir. Ya bizə elə gəlir ki, boşdur, bəlkə də əvvəldən belədir. Amma necə, yəni o qədər... Məncə əməlli boşdur. O qədər savadsız olmalıyıq ki, onu görüm yəni. Gəldik, çatdıq vulkanizasiyamıza. Qorduş? Çək buraxmayıb, o qədər. Yəni, bayaq bizə elə gəldi ki, buraxır, amma hələ də qalıb, eyni, yəni, leveldə qalıb. Ha? Ramflat ola bilər. Onsuz da bütün təkərlərdə buradan o tərəfə getmir də, yenə də. Yeri olur, bura bərk olur çünki. Baxaq da biraz hava vuraq, hardasa bir 3 atmosfer vuraq ki, boşalsa da biraz sürə bilək. Hal-hazırda yəqin ki, səsdən hiss edirsiniz ki, təkərə hava vurduq deyə artıq Sport Plus'da sürürük. Bu maşında ümumiyyətlə Mercedeslərdə, son model Mercedeslərdə ən xoşuma gələn şeylərdən biri də nədir? Ön ümumiyyətlə displeyin, monitorun bütün şəklində böyük bir dənə monitor qoyublar bura. Yəni, çox xoşuma gəlir burada displeydə olan ümumiyyətlə dizayn.
Deməli, mən sizə qəribə bir dənə xüsusiyyət göstərəcəm. Bir dəqiqə səbirli olun, maşını tez saxlayayım. Belə spoiler görmüşdünüz. Mən bilmirəm bu nə işə yarayır. Yəni, down force verir, up force verir. Nə işə yarayır? Yəni, başa düşdüm, bu spoiler bagajın üzərində olmalıdır. Çox maşında var. Amma bunun öz spoileri də var. Bu da qalxır yuxarı. Bu yuxarı qalxanda... Dünən deməli yolda gedirəm, bu spoiler qalxıb yuxarı. Yadıma düşmüşkən deyim. Arxada Svetfordun tərpəndi, deməli tərpəyəndən sonra spoiler qalxdı yuxarı. Bir də arxadan maşın miqat edir. İnarsa başa düşmədim ki, niyə miqat edir. Evə gəldim, spoileri belə görmüşəm. 100% bu elə bilir ki, bagajı açıqdır bu. Bu spoilerin belə olmağı əslində səhv bir şey deyil ha. Yəni zavoddan Mercedes gələndə, GT53 gələndə onsuz da spoiler açılır. Onu sadəcə nə etmək lazım idi? Spoileri quraşdırandan sonra, əlavə spoileri quraşdırandan sonra sistemlə onu bağlamaq lazım idi. Yəni beyinə girib o spoilerin qalxmağını həmişə bağlı saxlamaq lazım idi ki, onsuz da spoilerimiz vardı, o ikincisi lazım deyil. Daha doğrusu birincisi lazım deyil. Məncə Brabus'un məsəl üçün orijinal Brabus'larda, təmiz zavoddan gələn Brabus'larda məncə o qalxmır. Onu şeyləyirlər, söndürürlər. Bunda da elə olsa daha qəşəng görsənərdi əlbəttə. Yəqin ki, sahibimiz, daha doğrusu maşın sahibi onu tezliklə aradan qaldıracaq. Düşək, başlayaq çölündən danışmaq. Avtomobilin eksterior dizaynına keçdikdə, mən onsuz da dizayner deyiləm. Bu işdə ixtisaslaşmış dizaynerlərə də söz soxası deyiləm. Lakin öz fikirlərimi demək istəyirəm. Avtomobilin ön dizaynı bayaq da qeyd etdiyim kimi çox xoşuma gəlir. Hər şey doğrudan da əladır. Nə bilim, ön faranın dizaynı, bu gördüyünüz radiator barmaqlıqları, sonradan əlavə olunan karbon Brabus body kitin öz detalları, nə bilim, Mercedes logosunun, əslində Mercedes logosu olur burada böyük. Böyük olmağı, burada əlavə olaraq Mercedes logosu olur. Hal-hazırda Brabusdur. Burada bir dənə belə splitterimiz var. Burada hava kanallarının getmək üçün qapaqlar var. Bu sürəndə, avtomobili işə salanda lazım olduqda açılır, bağlanır. Eyni BMW-lərdəki kimi. Və keçək avtomobilin yan dizaynından. Yenə deyirəm, mən yəni dizaynla danışmaq istəmirəm, sadəcə göstərirəm maşını. 21-lik qabaq disklərimiz var. Deməli 275-35-21 ölçüdə. Hansı ki 275 qabaq təkərdə biraz maraqlı rəqəmdir. Çünki adətən 275-i arxa təkərə vururlar. Burada bir dənə belə fake, heç bir işi olmayan, yalandan Mercedes'in bura qoyduğu plasmas bir dənə detal var. Altında yazıb Brabus, Biturbo 800 Brabus adətən deyəsən yazılır böyle. Yoxsa mən səhv bilirəm. Deməli, sonra arkada 22 ölçüsündə 315-30-22'li disklərimiz var. Burada xüsusi olaraq Brabus'un öz kaliperləri var. Brabus'un kaliperi deyil, Mercedes'in kaliperidir. Sadəcə kraskalayıb üstünə Brabus yazmışıq. Yəni adətən Brabus'da onsuz da belə eləyir. Brabus bizim gördüyümüzdən artıq iş görmür onsuz da. Burada bir dənə belə karbon detal var. Burada yenə karbon difüzor var. Brabus'un səs boğucu başlıqları var. Hansı ki çox maraqlı görsənir. Bir canlıların xoşuna gəlmədi bu hissə. Deyir ki, bu niyə belədir? 2 dənə hissəlidir. Amma mən xoşuma gəlir. Nəsə belə çıxıntıdır. Bilsən nəyə oxşayır? Gembala Carrera GT var ya. Onun biraz belə vibe'ını verir. Carrera GT də okeydir amma yəni. Bunda da qəşəng görsənir. Bu zövqsüz dostlar. Burada belə bir dənə difüzor var. Dizayn çox xoşuma gəlir. Standartdır artıq bu. Bütün demək olar biraz belə sport karlarda, super karlarda hamısında bunlar var. Yəni məncə fərqli nəsə bir şey axtarmalıdırlar bu şirkətlər ki, nə bilim belə eləməkdənsə biraz başqa cür dizayn eləsinlər. Yenə deyirəm, mən ilişəsi deyiləm. Spoiler çox xoşuma gəlir. Bu spoilerə heç bir deyiləcək sözüm yoxdur. Yəni qalxmasa yuxarı, ikinci mərtəbə çıxmasa buradan superdir. Yəni qəşəng dizaynı var buradan belə gəlir. Bu bilsiz nəyə oxşayır? Əvvəl 900 raketlər var idi, Y-Class var idi, V12. Eyni spoiler oxşayır demək olar. Eyni tipdədir. Yenə deyirəm, arxa dizayn xoşuma gəlmir. O da bu hissələri imenli xoşuma gəlmir. Bura nəsə belə mənə qəribə qalır, bilmirəm. Yəni arxadan düz baxanda xoşuma gəlir. Amma qıraqdan baxanda yox. Bilinir ki, Mercedes öyrəşməmişəm. Hamı olduğu kimi mənə də həmişə motor hissəsi maraqlı olub ki, görürsən bu motorun dizaynı necədir.
Ya adi plasmas qoyublar bura. Ya bütün maşınlarda plasmasdır, amma bəzən karbon, yalandan karbon şey eləyirlər ki, biraz belə bahalı, super, nə bilim, sürətli görsənsin. Bunda çox elə bir şey eləmirlər. Bura bir dənə EMG yazıblar. Məsəl üçün 63-lərdə daha qəşəngdir əlbəttə ki, 4 motor V8-lərdə. Burada hələ əlavə olaraq yazırlar ki, bu motoru bir insan düzəldib. Yəni o motor bir insan bütün detalları düzəltmir. Buna aydınlıq gətirək. Yəni durub pistonu yontmur da o ki, "Ha, bunu yontum, nə qəşəng piston çıxdı var." Piston qoyarsan da bura. Sən o qədər bacarmırsan. Ha, bütün detalları istehsal eləmir bir insan. O bir insana detalları gətirirlər. Deyirlər ki, qardaş, sən bu motoru yığ. Yəni bizdə də o qədər usta var motor yığanlar. Eyni temat. Deməli, burada mən bilən bu alüminium deyil. Məncə elə spoiler materialından. Nə idi o? Steklovakno. Fiberglass. Ay sağ ol. Fiberglassdır. Səhv eləmirəmsə. Çünki alüminiuma oxşamır. Biraz elə bil ki. Məncə alüminium deyil. Nəysə, kapot hissəmiz belə. Bagajı göstərmək istəyirəm görə. Çünki bu avtomobilin bagajı hatchback kimi açılır. Nə qədər olsa da, məsəl üçün, Mercedes-Benz GT53, AMG, 4-door, amma hatchback kimi bagaj açılır. Bu pis demək mənasında demirəm. Mənə xoşuma gəlir. Çünki bagaj həm rahat açılır, həm rahat veşlərinizi qoya bilərsiniz. Veşləriniz heç vaxt düşmür buradan. Çünki düşə də bilməz. Burada belə böyük bir hissə var. Bunun minusu nə ola bilər? Məsəl üçün, hansısa xarici ölkəyə səfər edirsiniz bu maşınla. Heç bir Azərbaycanlının eləmədiyi şey. Götürürsən ağır çamadanı, qoymaq istəyirsən vurursan bu fərə. Qoymaq istəyirsən vurursan bu fərə. Sonra bir dənə malyara tez bazar gedirsən ya da poliuretan plyonka eləsən, heç bir problemin olmayacaq. Yəni o cəhətdən minus ola bilər. Məsəl üçün gördüyünüz kimi sumkanı bağlayaq. Və götürdün ağır bir şey də düzdür. Bunu qaldırıb bura sürtməyə ehtimalın çoxdur. Yəni adətən bagajlar buradan başlayır. Rahat qoya bilirsən. Amma bunda biraz çətindir. Amma çox geniş bir bagajı var. Rahat bir neçə kilo olar səncə? Litr. Ha. Daha doğrusu litr. 270, 270. Kamranın dediyinə görə 350-400 məncə var rahat. Və opsiya olaraq nə ala bilirsən Mercedes-dən? Bəlkə də heç bir şirkətdə yoxdur bu. Opsiya olaraq arxa oturacaqların qatlanmağını ala bilirsən. Ki bagajın böyüyəcəksən. Opsiya kimi. Yəni lazımdırsa deyir al. Yəni olmaz ki 2 dənə knopka qoy da ora belə dartsın, rahat oturacaqları qabağa eləsin. Bütün bagajlarını yerləşdirsin bura. Onda da nə olur? Avtomobil olur 2 nəfərlik. Hətta avtomobil 5 nəfərlik də deyil, 4 nəfərlikdir. Gəlin göstərim. Deməli bu avtomobil 5 nəfərlik deyil. Məntiqlidir əslində. Sürətli avtomobildə 5 nəfər mən yol getməzdim. Yəni mən burada hansısa bir əlavə olaraq nə bilim, dostumu deməzdim ki, ha sən də gəl 5-ci nəfər kimi ortada oturarsın. Çünki onsuz da rahat getməyəcək. Yəni elə pis deyil, diz məsafəsi gördüyünüz kimi yoxdur. Yəni hardasa 5 sm diz məsafəsi var. Çünki ön oturacaq mənim boyuma görə nizamlanıb. Amma çox rahatsan. Elə bil ki, ön oturacaqlarda oturmursan. O dərəcə rahatçılıq var. Baş məsafəsi pis deyil. Yəni heç yerə dəymir. Arxa bu nə idi? Baş qoyan. Baş qoyan. Arxa baş qoyan da yaxşıdır. Yəni başım dəyir. Bu əslində bilirsiniz də təhlükəsizlik məqsədindən çox vaxt olur. Əgər avtomobilə arxadan zərbə dəysə, sizin boyunuz sınmasın deyə. Bunu da əlavə məlumat kimi deyim. Bəlkə səhv deyirəm. Deməli orta konsolda belə ciblər var. Yenə keyfiyyətsiz dərilərdən istifadə edib Mercedes sağ olsun. Burada 2 dənə USB port var. Arxada oturanlar ikisi də telefonu rahat zaryadkaya qoysun deyə. Bu nədir? Sənin obyektivin yenə canlılarını bilmədə deyirəm nədir bu. Deməli burada belə bir hissə var. Burada 12 voltluq bir dənə zajqalka yerimiz var. Burada 5 voltluq USB yeri var yenə. Bura nədir? Hə, burada külqabı kimi fikirləşiblər. Hətta siqareti qoymağa yer də qoyublar. 2021-in maşınına, bu 21 idi səhv eləmirəm. 2021-in maşınına nə əcəb siqaret üçün yer qoyublar, mənə satmır. Çünki çox Mercedes-də yoxdur. Nəysə, keçid eləyək ön hissəyə. Burada gözəl doğrudan da Mercedes-in son vaxtda dizayn etdiyi sükanlar çox xoşuma gəlir. Yəni çox belə ələ oturuşu, nə bilim görünüşü, ümumiyyətlə göz oxşayandır, necə deyərlər. Və bu hissədə ön konsolda burada sizin bəzi düymələriniz var. Maşın kodlamalıyam göstərmək üçün. Burada siz avtomobilin sürüş modlarını seçə bilərsiniz. Komfortdur, sportdur, bütün avtomobillərdə olduğu kimi. Sport Plus'dur, F30'larda da var. Amma gördüyünüz Sport Plus atanda səs dəyişir. Öz əməlli fərq olur. Bax, bu sportdur. Daha doğrusu individualdır. Deməli, komfort,
Sportda səs dəyişmir. Sport plus. Təzədən sport. Və burada əlavə olaraq korobkanı tam olaraq manual rejimə keçirmək üçün düymə var. Mən həmişə ondan sürürəm, xoşlayıram belə maşınlarda manual sürməyi və burada amortizatorların ümumiyyətlə sərtliyi, yumşaqlığı var. Burada antizonos var. Burada egzostun səsinin açıq olmağı, bağlı olmağı var. Burada spoiler var, hansı ki bayaq göstərmişdim yadınızdadırsa. Burada da avtomatik o söndürür maşını. Söndürür, təzədən başlayanda yandırır. Hansı ki bu maşında olmamalıdır. Yəni bahalı maşınlarda o olmamalıdır. Bunu nəyə görə qoyurlar? Avropada o 70 yaşlı nənələr, babalar şikayət edirlər ki, niyə maşını ümumiyyətlə xodda saxlayırsan? Çünki Zandar gördü axırıncı Hamburqda deyir, 5 saniyədir maşına deyir belə xodda saxlayın. Gəlirlər deyirlər, söndür maşını. Elə bil bu 5 saniyə ilə hava kirlənir. Açığı kirlənir. Elə downpipe da var. Onu deməyəm. Bəli, belə. Yəni ön hissə gördüyünüz kimidir. Dizayn superdir. Material keyfiyyətini qoysaq qırağa. Dizayn superdir. Hər şey əladır. Sadəcə avtomobildə məsələn oturacağın soyuducusu yoxdur. Yəni xoşuma gəlirdi elə şeylər. Keçək əsas məsələyə, hamının da sevdiyi sürüş hissəsinə. Sağ ol qardaş. Bu avtomobilin hər şeyi superdir. Səsi, nə bilim, dizaynı, getməyi pis deyil. Yəni GT53-ə görə, yəni bu avtomobil hardasa təxminən 840 kimi, yəni gedir deyək. 840-dan eynidir. Çünki o da 3 motordur, bu da 3 motordur. Lakin bu avtomobil məncə hissiyat olaraq, ümumiyyətlə görünüş olaraq 840-dan daha üstündür. Çünki 840-ın stokda elə maraqlı səsi olmur. Bunun stokda qəşəng səsi var. Yəni düzdür, hal-hazırda eşidə bilmirik təəssüf ki, çünki artıq Brabus qazanlar var orada. Yeri gəlmişkən Mercedes-in səsini o qədər bəyənmirəm. Yəni mənlik deyil bu səs. Yəni bu tonda səs xoşlamıram. Mən biraz daha cırıltılı səs xoşlayıram. Məsələn, M3E46 kimi, nə bilim Carrera GT kimi, o düzdür o V10-dur. Sonra Lexus LK kimi. Yəni əsas maraqlı səslər budur. 812 GTS Ferrari kimi. Yəni mənim sevdiyim səslər odur. Bunun da səsi pis deyil, indi göstərəcəm sizə. Bu ilk öncə mütləq olaraq Sport Plus-a qoymalısan, yoxsa qoymasan elə də səs hiss eləmirsən. Bunu da manual alırıq ki, pillələri aşağı düşürdə bilək. 2 bomba. Bax, bu başqa hissdir doğrudan da. Buradan da deməli, mən bu avtomobili buna görə alırsan. Yəni səsi maraqlıdır doğrudan da. O qədər getməsə də, onsuz da Bakı şəhərində hal-hazırda özünüz bilirsiniz də heç yerdə düz əməlli. Yəni düz əməlli necə? Qanunla onsuz da sürmək olmur. Qanunu da qoyaq qırağa. Yəni onsuz da sürmək olmur. Hər yer probkadır. Hər yerdə maşın var. Hər yerdə Priuslar var, hansı ki təhlükəlidir. Yəni mən təhlükəli sayıram. Çünki onsuz da bilirsiniz ki, çox adamın təcrübəsi olmur. Yəni pravanı almaqla deyil, gərək heç olmasa sürmək üçün təcrübən olsun. O görə şəhərimizdə biraz o baxımdan sıxıntı var. Məsələn, mən adətən yolda gedəndə necə dönməlisən, powerda girəndə? Xətlə dönürsən də. Bizdə xətlə dönmək olmur. Bizim millət ümumiyyətlə o yoxdur. Bizdə xətlə dönmürsən. Xətlə dönsən səni vuracaqlar. Ya sən kimisə vuracaqsan, ya səni vuracaqlar. Çünki xətti cəmaət belə kəsməyi sevir. Birinci xəttdən girir, üçüncü xəttdən çıxır, təzədən birinci xəttə girir. Yəni belə düzgün deyil. Bax, hal-hazırda avtobus yanımdan qoşa xəttdən belə tapdaladı keçdi. Yəni mən də gedirəm də burada. Amma bunun sport rejimi sportda heç nə fərq hiss olunmur. Sadəcə sportda pillərin gec dəyişir. Amma sport Plus-a qoyanda bütün taleyi dəyişir bax. 3 2 Qəşəng səs var zaten. Bu nədir də? Bu nədir? Yəni pəncərəni aç biraz eşidirsən. Bax, bütün o material keyfiyyətini, nə bilim, bütün hər şeyi keçirəm. Dediyim bütün minusları keçirəm. Bu səsə görə bağışlamaq olur. Yəni, sağ olsun Brabus. Mercedes-in öz səsi də yaxşı idi, amma sağ olsun Brabus. İndi bir dənə biz acından öldürük hal-hazırda. Yemək yeyək, sonra qayıdaq videomuza. Deməli, hansısa bir restoranın qabağında saxlayanda
Məncə bütün diqqət mərkəzində sizin maşınınız olur. Əgər belə bir maşınınız varsa, belə bir rəngdə, belə bir body kitlə. Çünki bayaqdan baxıram, maşın çox fərqli, çox qəşəng görsənir. O spoilerlə, nə bilim, o karbonlarla, disklə bilinir ki, sırazı maşından başına çıxmasa belə bilirsən ki, standart bir maşın deyil. Standart bir AMG GT də deyil. Çünki bu AMG GT Ford Orange. Don't talk back, let you wanna talk dirty. Don't talk back.